Baş prokurorluqda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Rəhbərlik əvvəlcə Ulu Öndərin büstünü ziyarət edərək gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib. Tədbir dövlət himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla başlayıb. Çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı tarixi rolu, siyasi uzaqgörənliyi və yaratdığı idarəçilik ənənələrini vurğulanıb. Baş prokuror Kamran Əliyev bildirib ki, 2025-ci il Konstitusiya və Suverenlik ili elan edilməsi Ulu Öndərin dövlət quruculuğu irsinə yüksək ehtiramın göstəricisidir. O, Heydər Əliyevin ölkəni inkişaf yoluna çıxarması, 20 yanvar faciəsində xalqın hüquqlarını müdafiə etməsi, 1993-cü ildə siyasi xaosu aradan qaldırması və əsrin müqaviləsi kimi tarixi addımların Azərbaycan gələcəyini müəyyən etdiyini qeyd edib. Tədbirdə Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyasının Azərbaycan dövlətçiliyinin əsas hüquqi sütunu olduğunu diqqətə çatdırılıb. Bildirilib ki, bugün həyata keçirilən institusional islahatlar Heydər Əliyevin müəyyən etdiyi möhkəm hüquqi baza üzərində qurulub. Qeyd olunub ki, dahi lider dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsindəki qələbə və geniş quruculuq işlərdə bu strateji kursun nəticəsi kimi dəyərləndirilib. Tədbirdə Sahib İsmailov Ulu Öndərin konstitusiya quruculuğu irsinə dair məruzə ilə çıxış edib. Sonda isə Heydər Əliyevin xatirəsinə həsr olunmuş Xalqın Adamı, xalqını zülmətdən işığa çıxaran böyük xilaskar sənədli filmi nümayiş olunub. Dilbər Vüqar qızı, Bölgə TV.